BIRAC kateqoriyasının dəyərləndirilməsi, ümumiyyətlə mammoqrafiya, ultrasəs nəticələrinin həkimdən həkimə fərqli olması mümkündürmü? Bu bizə ən çox verilən, həqiqətən çox sıxca verilən suallardan biridir. Necə ola bilər ki, bir həkim hansı bir UZI və yaxud da ki, mammoqrafiya müayinəsinə baxıb, ona tutaq ki, BIRAC 4A kateqoriya qoyub, başqa bir həkim ona BIRAC 4C kateqoriyası və yaxud da başqa bir həkim BIRAC 3 qoya bilir bunu və biz bu zaman hansı həkimə inanaq, hansı rapora inanaq? Əslində çox maraqlı və geniş danışıla biləcək bir mövzudur bu, amma qısa belə demək olar ki, ümumiyyətlə işləyən həkimin peşəkarlığı, onun işlədiyi klinikanın bütün o mərhələlərdən keçdiyi, yəni sənədindən, lisenziyanın olması, həkimin işlədiyi aparaturanın müasir elmi texniki tərəqqinin suallarına və bütün şərtlərinə cavab verə bilməsi, həkimin bu sahədə məsələn süd vəzi sahəsindəki illəri, praktikası çox önəm daşıyır. Təbii ki, bir kateqoriya, bir rapor fərqli olma səbəbi ola bilir ki, məsəl üçün, bir klinikada hansısa bir həkim deyək ki, ultrasəsə baxır, eyni zamanda həm qalxamarı vəzi yoxlayır, həm süd vəziyə baxa bilir, həm hamiləliyə baxa bilir, həm Doppler ayaq müayinələri, damaları müayinə edir, həm qarın boşluğu, sidit insan orqanlarına və ya kişilərdə prostat vəzi və s. baxır. Eyni zamanda bir də süd vəziyə baxır. Bu həkimlərin praktikasında süd vəzdə olan bir durum ola bilər ki, bir ildə bir 40 dənə süd vəzi patologiyası görsün, amma süd vəzi radioloqu isə bir gündə 40 dənə o cür patologiya görür. Ona görə də süd vəzi radioloqlarının cavabı digər ultrasəs həkimlərinin, digər radioloqların cavablarından həmişə fərqli ola bilir. Ona görə də doğru tanı, doğru diaqnostika üçün sırf bu sayədə ixtisaslaşmış mütəxəssisə müraciət etmək lazımdır. Həqiqətən də insan əməyi harda varsa, orada bir subyektivlik var. Bunu da nəzərə alaq. Hər bir insanın fikirləri fərqli ola bilər və həkimin illərlə başqa bir ölkələrdə aldığı kurslardan, təlimlərdən, treninqlərdən də çox asılıdır. Amma bir daha altını çizərək deyirik ki, bir həkim ancaq süd vəziyə baxırsa, onun radioloji raporu daha doğru ola bilir. Nəinki bütün müayinələri, bütün orqanlara baxan həkimi eyni zamanda süd vəzində dəyərləndirilməsi. Bu baxımdan əziz xanımlar, əziz izləyicilər, doğru diaqnoz həyat qurtarır. Doğru diaqnoz üçün doğru mərkəzlərə və doğru həkimlərə müraciət edək.